Herkese salam, mən psixoloq Ləman Əziz. Bugün sizinlə psixologiya tarixindəki başqa bir qadın alim haqqında danışmaq istəyirəm. Psixoanalizin şəhzadəsi Anna Freud. Hər kəs Sigmund Freudu tanıyır. Bəs onun ən kiçik qızı Anna haqqında nə bilirik? Bir çoxları onu sadəcə Freudun qızı kimi tanısa da, Anna Freud əslində psixologiya tarixində inqilab etmiş dahi bir alimdir. O, atasının kölgəsində qalmaqdan imtina edərək, psixoanalizi nəzəri olmaqdan çıxarıb. Onu uşaqların daxili dünyasını sağaldan tətbiqi bir elmə çevirdi. Bugün uşaq psixologiyası və pedaqogikadan danışırıqsa, buna görə məhz Annaya borcluyuq. Anna Freudun ilk böyük uğuru 1936-cı ildə yazdığı Ego və Müdafiə Mexanizmləri kitabı oldu. Atası Sigmund bu mexanizmlərin ideyasını irəli sürsə də, onları sistemləşdirən və hər birini dərindən analiz edən Anna idi. O, diqqəti instinktlərdən, yəni iddən, reallıqla əlaqə quran hissəmizə, yəni egoya yönəltdi. Anna deyirdi ki, psixoloqun əsas işi insanın xarici dünya ilə necə başa çıxdığını anlamaqdır. O, hamımızın tanıdığı inkar, proyeksiya və reqressiya kimi mexanizmləri analiz etməklə yanaşı, elmə tamamilə yeni anlayışlar gətirdi. Məsələn, təcavüzkarlarla eyniləşmə. Bu, insanın qorxduğu bir gücə çevrilərək, öz daxili narahatlığının necə azaldığını izah edən mühüm bir kəşf idi. Digər bir kəşf isə, başqaları üçün yaşamağı ifadə edən altruistik təslimiyyət də onun analiz etdiyi mühüm mexanizmlərdən biri idi. Anna Freud uşaqların kiçik böyüklər olmadığını müdafiə edirdi. Böyüklər divanda uzanıb sərbəst danışa bilirlər. Bəs uşaqlar? Onlar bunu edə bilmirlər axı. Anna burada dahiyanə bir həll tapdı. O, uşaqların oyun fəaliyyətini, çəkdikləri rəsmləri və gündəlik davranışlarını müşahidə edərək onların daxili dünyasına giriş qapısı tapdı. Eyni zamanda o, psixologiya ilə pedagogikanı birləşdirdi. Onun fikrincə, analitik, uşaq üçün həm müalicəçi, həm də bir yol göstərən müəllim rolu oynamalıdır. Annaya qədər uşağın inkişafı daha çox yaşla ölçülürdü. Lakin o, inkişaf xəttləri konsepsiyasını gətirdi. Bu model uşağın yetkinliyə gedən yolunu müəyyən sahələrə bölürdü. Bu sahələri belə qruplaşdırıb. Birincisi, asıllıqdan özünü idarəyə sahəsi. Körpənin tam asıllıqdan rasionallığa keçididir. İkinci, soğurmadan yeməyə, qidalama vərdişlərinin təkamülüdür. Üçüncüsü, egosentrizmdən yoldaşlığa, özünü dünyanın mərkəzində görməkdən başqaları ilə empatiya qurmağa qədər keçən yoldur. Dördüncü və sonuncu isə oyundan işə, oyuncaqlardan məsuliyyətli iş görməyə keçiddir. İkinci Dünya müharibəsi illərində Anna öz elmi biliklərini birbaşa sahədə tətbiq etdi. Londonda ailəsindən ayrılmış uşaqlar üçün sığınacaqlar, Hampstead Nurseries quruldu. Burada o, çox mühüm bir şeyi müşahidə etdi. Uşaqlar bombardımandan daha çox valideynlərindən ayrılmaqdan travma alırdılar. Bu kəşf sonralar müasir bağlanma nəzəriyyəsi üçün əsas zəmin hazırladı. Müharibədən sonra qurduğu Hampstead mərkəzi isə uşaq inkişafının sistematik sənədləşdirildiyi dünyanın ən nüfuzlu mərkəzinə çevrildi. Anna Freud həyatı haqqında maraqlı bir fakt var. O, heç vaxt ailə qurmadı və öz övladı olmadı. Lakin o, həyatını dünyanın bütün çətin uşaqlarına həsr etdi. Onun Melanie Klein ilə olan elmi mübarizəsi uşaq psixologiyasının ən mühüm debatlarından biri kimi tarixə düşdü. Bugün biz məktəb psixologiyasında, uşaq diaqnostikasında və ailə terapiyasında hələ də onun metodlarından istifadə edirik. O, uşağın daxili dünyasına işıq tutan, egonun gücünü bizə göstərən bir dahi idi. Videonu sona qədər izlədiyiniz və dəstək olduğunuz üçün təşəkkürlər. Növbəti videoda görüşənədək.